6 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən rəqəmsal transformasiya və media mövzusunda 2-ci Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimi olub. Yeniçağaz xəbər verir ki, forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş video çartla başlayıb. Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bugün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının prezidenti cənab Şəfqət Mirzoyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdı. Forumda çıxış edən Özbəkistan Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya şöbəsinin sektor müdürü Dilşod Sayidjanov iki qardaş ölkə Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov qeyd edib ki, rəqəmsal medianın inkişafı, audiovizual məzmunun istehsalı və müvafiq sahənin tənzimlənməsi istiqamətində yeni yanaşmaların tətbiqini tələb edir. Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəxrom Əşrəfxanov diqqətə çatdırıb ki, informasiya və media sahəsində əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin elmi və innovasiyalar üzrə prorektoru Dr. Nazimə Muratova isə forumun həm elmi müstəvidə, həm də praktiki sahədə əhəmiyyətini vurğulayıb. Qeyd edək ki, forum rəqəmsal dövrdə media tərəfdaşlığı, informasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər və rəqəmsal informasiya mühitində etnik məsuliyyət mövzularında panel sessiyaları ilə davam edib.